Açıq-aşkar Trump gör nə deyir? Amerikan prezidenti deyir ki, Allah tərəfindən məmur olmuşam. Bu söz sizə tanış gəlir. Allah tərəfindən məmur olmuşam. Dünyada böyük bir şər qüvvəni aradan aparan İranı. Bush belə dedi, ölkələri xaraba qoydu. İndi Trump həmin əməliyyatdadır. Diqqətli olun. Netanyahu açıq-aşkar deyir, yaxın şərqdə düzən dəyişiləcək. Yeni dünya düzəni qurulur. Yəni söhbət İranla bitmir, başa düşün. İran bəhanədir, atom bəhanədir. Açıq-aşkar Netanyahunun müsahibəsi var. Biz İrandan sonra Pakistanın da sorağına gedəcəyik. Bundan qabaq Türkiyəndə deyib və deyir ki, hansı İslam hökuməti ki, orada İslam var, heç bir İslam hökuməti qalmamalıdır. Açıq-aşkar İsrail öz əskərinin qoluna bir nişan vurur. Baxa bilərsiniz, sosial şəbəkədə var, xəritə vurur. O xəritənin içərisində Misirin torpaqları var, hətta Türkiyənin torpaqları var. Nil çayından Fərat çayına bunlar böyük bir Yəhudi Sehyonist imperiyası qurmaq istəyirlər.